Gelmişik bugün BMW'nin en sevdiğim ciplerinden biri olan X5'in inceleməsinə. X5 çəkiriksə də maksimal bir şey çəkməliydi. Ona göre bir M çəkək dedi. Düşünürəm başlamaq olar. Herkese salam. Bugün sizlerle mən Emil və kamera arkasında Ümid ilə birgə BMW X5 M incələməsi çəkirik. X5'in 3-cü nəsli, yəni F15 kuza. Bundan əvvəl Y70 kuzamız var idi və ən birinci olan Boomer adını alan Y53 kuza. Boomer olaraq həm Y38'e deyiblər, həm də ki Y53 kuza olan BMW-lərə. Bu dəqiqə gördüyünüz bu avtomobil F15 kuzadır. 2013-cü ildən bəri təqdim olunub. M modeli də hardasa 2014-2015-ci illərdə çıxır. İndi biz nəzər etsək bu avtomobilə ümumilikdə brutal görünümünü görürük. Tam bir M olduğunu gösterir. Burada bir M mühərriki yatır. S63 B44 yatır. Bu bir kənara. Bunu X5 M50'dən və yaxud da ki atıram bu dəqiqə M340i2 modellərdən fərqləndirən şey bunun tamamilə bir M avtomobili olması dediyimiz kimi. Məsələn M340'dır və ya hər hansısa bir M50 indeksli avtomobillər onlar sadəcə M Performance car sayılır. Yəni tam bir M avtomobili deyirlər. Bu isə tamına M5 kimi, M4 kimi bir tamamilə M avtomobilidir. Sözü uzatmadan keçək bu mühərrikxanasına. Çünki gözəllik, simfoniya, hər şeyin başlanğıcı, hər şeyin mükəmməlliyi oradadır. Burada bir dəfə dartdıq, sonra da bunları uçqa ilə qaldırırıq. S63 B44 T2 modifikasiyasında mühərrikimiz var bizim burada. Bu mühərrik, yəni belə deyim sizə, M5 F10'lardır, M6 F13'lər falan onlarda olandan daha yaxşı mühərrikdir. Demək olar ki F90 ilə eyni səviyyədə bir mühərrikə sahibdir. Yəni dözümlülük və problemlərin aradan qaldırılması baxımından. Düzdür, içində heç bir Porsche detalı yoxdur. Ümumilikdə normal detalları sadəcə digər modifikasiyalarına baxanda daha yaxşıdır. Ümumilikdə bizim avtomobilimiz hal-hazırda 77.000 probegdədir. Bu mühərriklərin 100.000 resursu olur. Necə olur o da? Yəni 130-150 də gedəcəksiniz siz. Problem yaşayacaqsınız. Söhbət oradadır. Yəni 100.000-də nə başlayır? TNV-də farsunkalar, salniklər, prokladkalar, vkladışlar, bunlar hamısı dəyişilməsi gərəklidir ki, sizin mühərrikin sizə heç bir problem yaratmadan qəşəng bir 100.000-də aparsın deyə. Belə deyə 100.000 balansınız var da bu mühərrik sizə gələndə. 100 gedirsiniz. Kapital remont edirsiniz. O da ortalama hardasa dayanır 7-8 min manata. Bu dediyim hər şeyi dəyişsəz. Amma belə ola bilsin ki, xırda şeylərdə dəyişməyiniz gərəkli oldu. Daha az da, daha bahalı da başa gələ bilər sizə təbii ki. S63 B44 T2. Bu mühərrikə, ümumiyyətlə S63 mühərrikə 10-60 təkənlərə səslənirəm. Eləməyin. 10-60 yağlar S85 B50 V10 mühərriklər üçündür. Bu mühərriklərin içində elə nazik yerlər var ki, iynə kimidir eni. Oradan yağ keçmir. Ona görə də 5-30-5-40 idealınızdır. Yəni ona getməyin. 5'lərdə qalın maksimum. O yağla bu mühərrik sizin üçün həm yağ yeməyəcək, həm də normal olacaq. Çünki 10-60 ilə bu həm səsli işləyir, həm də ki 10-60 qatıdır axı. Yəni, o ancaq V10'laradır. Buna şəhərdə xeyli bu mühərriklərə 10-60 tökənlər var. Mən onlara bir sözüm yoxdur yəni. Çünki bu mühərriki hayf edirsiniz bu qədər. Davam eləsə mühərrikdə ola biləcək problemlərdən turbo problemləri olur. O da nədən dolayıdır? Mühərrik yüksək təzyiq altında işləyən mühərrikdir. Turbinalarda yüksək təzyiq var. Zamanla ola biləcək yağ axmalar, sıradan çıxmalar ola bilər. Buna qarşı bir ümumi profilaktik baxımlar keçirilməlidir. Yağ yemə problemlərinə rast gəlinir. 50.000 probegin üstündə olan mühərriklərdə rast gəlinə biləcək bir şeydir. Porsche kolçalarının öz xüsusiyyətlərini itirməsi ilə olur. Elə probleminiz varsa, heç nə kapital remont edirsiniz, Porsche kolçalar falan dəyişirsiniz. Ondan aradan çıxan bir problemdir. Yağ yeməyə başladısa, yaxşı yağ, sonrasında da Porsche kolçaları dəyişin, yaxşı olacaq. Benzin injeksiyası ilə bağlı problemlər ola bilər. O da ki, farsunkaların tutulması ilə və yaxud da ki, benzin sistemində artıma gedən problemlərdən dolayı ola bilər. Soyutma sisteminə bağlı problem yaşaya bilərsiniz. Orada da nə kimi problem ola bilər desəz, sizin soyuducu mayəviz axa bilər və yaxud da ki, patrubuklarda və ya soyutma nasosu ilə bağlı problemlər yaşaya bilərsiniz. Yəni o da ki, nəticə olaraq sizin sisteminizin qızmasına və komponentlərinin sıradan çıxmasına gətirib çıxardacaq. Ona görə də bu problemlərdən qaçınmaq üçün regular olaraq bütün bu sistemləri bir check-up eləyəsiniz, qulluğunda dayanasınız, nəzarətdə olasınız ki, heç bir problemdən qarşılaşmayasınız. Bir də ki, misfire dediyimiz zajiganya propuskları olur. O da ki, çox rast gəlinən problem deyil. O da ki, sveçaları dəyişsəz düzələn şeydir. Ümumilikdə buradakı bu modifikasiya, T2 modifikasiyası dediyimiz kimi ən yaxşı modifikasiyalarından biridir. M5 F90'dan
bir alt modifikasiyada da belə deyək sizlərə. Ona görə də 90% problemlərdən qurtulmusunuz. Bir dənə 100 mində kapital remontda, o da normaldır. Yəni yüksək təzyiq altında işləyən bir mühərrik üçün bir zəhmət. O qədər sizə emosiyalar verir. Siz də bir dəfə 100 mində baxımını qəşəng eləsəz, düşünürəm ki, heç bir şey olmaz. Avtomobilimizin ortalama yanacaq sərfiyyatına gəlsək, nə də olsa 4.4 V8, 575 PS, 567 at gücü hasil edən mühərrikimiz var. Yayda bu dəqiqə olduğu kimi, yəni kondisionerlə falan ortalama 19 litr yandırır. Qışda amma 14 litrlərə gəlir. Trasta bu arada bundan F10-dan 9 litrlərə düşmək olur Trasta. Harca bundan da 10-11 litrləri görmək olar məncə. Bu dəqiqə komfort modda Juicy bir hiss eləyək də bunu. Komfort modda belə, yəni bu bir M avtomobil, bir M bir başqa məsələdir. Hələ bu komfortda belə qəşəng gedir bu avtomobil. Egzoz sistemi biraz daha əl gəzdirib, biraz daha qəşəng səsini çoxaldırsam, Aysenmanın ya da ki Akrapoviçin egzozunu qoysam bura, bir başqa aləm olacaq. Çox qəşəng gedir axı, bu elə komfortda belədir. Sürətlər qutumuz ZF8 HP75 sürətlər qutusudur. F90 modelində HP75S-dir. S yəni daha sportik, daha sport yönümlüdür. Hündür M5 F10-dur. Bir balaca məsələn, tozlu yolda falan bunu 4 çəkər olur. Dönəndə ani qazla sürüşdürmək olur. O baxımdan dəli divana bir avtomobildir və sportik olmasına baxmayaraq bu dəqiqə komfort modda keçdiyi biz bu hissəni qəşəng yumşaq keçir. Bu sürətlər qutusu bu avtomobillə, yəni bu mühərriklə, bu sürətlər qutusunun simbiozu sadəcə və sadəcə bir mükəmməllikdən başqa bir şey deyil. BMW bura götürüb ən yaxşı sürətlər qutusunu qoyub. Bu arada bu avtomobilin sürətlər qutusu sekvental sürətlər qutusu kimi qurulub. Yəni nə baxımdan deyirəm? Biz bunu manual Steptronic moduna gətirəndə məntiq necədir? Sekventalda arxaya gələndə sürətlənir. Yəni arxaya gələndə plusdur, önə minusdur. O da hansı məntiqə dayanır? Biz sürətlərini avtomobil bizə arxaya atdığına görə arxaya, əyləcləmədə önə gəldiyimizə görə önə, mənfi. Bununla, bu joysticklə bunları keçirməyə bir başqadır. M2 Sport Plus. Gəlsək bir dənə 2. ...13 kilometr və çox mükəmməl gedir. Downshiftdəyi səslər. Mən bu M avtomobilləri ilə yaşayıram sadəcə. Yəni 77.000 probegdadır bu avtomobil. Bu dəqiqə mühərrik sadəcə və sadəcə yəni mükəmməl vəziyyətdə həyatına davam edir. Öz sahibini sevindirməlidir də bu mühərrik. Bunun başqa variantı yoxdur. Gəlmişik avtomobilimizin arxa bölümünə. Normalda bu bagaj qapımız üstə burada bir dənə X5M yazısı olmalıdır. Onu avtomobilin bir öncəki sahibi çıxardıb. Ümumilikdə baxın bu aqressiv stoplarımızı görürsünüz. Y70-də necə idi? Daha düz. Buradan belə stoplarımız var bizim. Amma burada daha belə bu arxaya bax bir dənə. Egzoz sistemimizi də burada görürsünüz. Tam zavod egzoz sistemimiz var. Keçid alsaq avtomobilimizin bagaj bölümünə. İlk olaraq düyməmizi basırıq. Üst hissəsi açılır. Gəlirik buradan bir ruşka vasitəsilə də bunu açırıq. 650 litr həcmində bir bagajımız var. Bu da həm də belə əyləşmək üçün, park eləmək üçün nəzərdə tutulub. Arxa oturacaqları yatdırsa 1870 litr həcminə qədər böyüdə bilirik. Bunu hələ ki biz bağlayaq. Buradan yaxınlaşmağımız rahat olsun. Burada first aid kitimiz var. Sonra qəza üçbucağı var bu yerdə. Həm də avtomobilin elektronik sistemləri, first aid kit öz yerində və təkər doldurma penamız da bu yerdə yerini alıb. Bu yerdə bir dənə şarj portumuz, burada kruçok yerimiz var. Belə bir bagaj pərdəmiz də var. Gərəkərsə zaten bunu çıxarda da bilirik biz. Çünki bu rahatlıqla çıxmalıdır, bəli. Oradan çıxardıb rahatımıza qovuşuruq. Hətta burada arxa sıranın pərdəsi də var. Çox gözəl, bu arada gördüm. Dama Alicantaradır. Perfect. Bagajımızı bu şəkil bağlayırıq. Avtomobilimizin rənginə də diqqət eləsəz, tam qara olmadığını görəcəksiniz. Yaxınlaşanda belə milyoner göyü kimi, bizim çəkdiyimiz F10 535-dəyi kimi bir dənə qəşəng rəngi var bunun. Qaranlıqda qaradır, işıqda belə göy. Çox barxıtlı rəngdir.
Çiçək X5M F85-in X5M Y70 ilə müqayisələrinə gəlsək, bizim avtomobilimizdə poladdan istifadə olunur. Daha yaxşı polad, alüminium kapot və cihazlar panelinin dayanında maqneziumdan istifadə olunduğuna görə avtomobilimiz Y70 Kuza X5M-dən 90 kilo daha yüngül alınıb. Qatı ilə yaxşı avtomobildir bu. Y70-dən sonra F85 elə bir ki, aralarında əsr dəyişdi də çağ atladım. X5M modeli. Təmiz bir, fərqli bir avtomobilə dönüşdü bu. 70-ə nisbətdə həm komfort, həm dinamika, həm çöl görünüş hər bir baxımdan qatı ilə gözəldir. Bir də var bundan sonraki nəsil F95 Kuza. O hələ ki əlimizə düşməyib. Amma F95 sahibləri bu incələməni incələyirsinizsə bunu, bizimlə əlaqəyə keçin, sizin avtomobilin incələməsini çəkək biz. Ümumilikdə X5-i biz F15 Kuzasını sadə Kuza F15 olaraq adlanır. Sportik Kuzası F85-dir. Yəni F15-in dizel mühərrikliləri də var, benzin mühərrikləri də var. Bizim avtomobilin sahibində əvvəl eyni bu Kuzanın 3 litr həcmində benzin mühərriki var idi. N55 mühərrikli olan versiyası. Deyir ki, bundan sonra ona otururam, getmir. M2 Sport mod. Lipstoklarla başqa aləmdir. Sport moddayıq. Avtomobilimizin xarici parametrlərinə nəzər yetirsək, uzunluğu 4900, eni 2000, hündürlüyü 1800, ağırlığı da 2275 kilo. Təbii ki, bu rəqəmlərin dəqiqini buralarda bir yerdə görəcəksiniz. Sürtünmə əmsalımız 0,38-dir. Disk təkər parametrlərinə gəlsə, ön tərəfdə Pirelli P0 təkərlərimiz var bizim. Zavod M disklərimizi görürsünüz. 235-35R21 parametrlər ön tərəfdə. Arxada isə Michelin Pilot Super Sport pakruşkalarımız var. 325-30R21 parametrləri də bu yerdədir. Keçid alsaq avtomobilimizin interyer bölümünə. Qapımızı hafif buraxırıq, davozçiklərimiz öz işlərini görürlər. Bu nə yumşaq oturacaqlardır belə. Qəşəng da. Dəriyə bax sən. Avtomobilin hal-hazırda 77.000 probeqi var. Bu dəqiqə arxa oturacaqların vəziyyətinə baxırıq biz. Arxa oturacaqların dərilərinə. Bayağı qəşəng vəziyyətdə qalıblar. Sadəcə bir dənə bu salonda bəyənmədiyim nüans bu salonun qara rəngdə olmasıdır. Bunun qırmızı olması lazım idi. Bu qırmızı rəngdə bu oturacaqlar bilsən, bu ön oturacaqlar necə bomba görünürlər. Dəli dəhşətdir. Və həqiqətən də sıra çox qəşəng, komfortlu, yumşaqdır. Hər yerdə bu orta bir başqa yumşaqdır axı. Rahat şəkildə hər yerdə otura bilirsiniz. Yəni bu bir performans avtomobili olmağı ilə bərabər həm də qəşəng ailə cepitdə dediyimiz kimi. Alcantara bu bizdən bu elə belə ucuz Alcantaralardan deyil. Qəşəng, keyfiyyətli, orijinal Alcantaradır. Mükəmməl. Bu orta sıramızı da belə gətirsək, burada bizim BMW-yə xas üslubda açılan belə iki stəkan otacağımız var. Bunlar da bu şəkildə yeri bağlayırıq. Bunun arxası çox komfortludur axı. Xeyli komfortludur. Bunu yalandan demirəm. Yəni arxa sıra zaten qalınlığı maşallahdır. İzafixlə təchiz olunub arxa oturacaqlarımız. Həm də ki avtomobilimiz karbon trimlidir. Trimlərimiz burada karbon özdə göz oxşuyur. Avtomobilimizin audio sistemi Harman Kardona məxsusdur. Arxa sıra işıqlandırmamız da bu iki yerdədir. Qayıtsam mən öz yerimə bu dəqiqə ön oturacağı, özümün rahat oturacağı şəkildə ayarlamışam. Ona uyğun özümün diz məsafəsinə baxacağam. Ayaqlarımı belə uzatsam, diz məsafəm darısqallıqdırmı? Yəni bu oturacağı biraz daha qabağa verə bilərəm mən nə də olsa və yaxud da ki öndə heç kim oturmasa yenə də komfort var. Bir balaca diz məsafəmiz biraz az ola bilər. Çünki nə də olsa bu X7 falan deyil. X5'dir bu. Baş məsafəsi də 6 barmaq belə deyək sizlər üçün baş məsafəmiz var budur. Amma belə ümumi arxa sıra həqiqətən qəşəngdir, komfortludur. Arxa sıranın klimat kontrolü də bu yerdə yer alır. 2 dənə şarj portumuz var burada. Qovluq yerləri öz yerlərindədir və bunun da üstü qəşəng dəri. Gözəl. Bəyənirəm mən bunu, bəyənirəm. Gəlmişik sizə avtomobilimizin bu özünə məxsus S63 B44-ün qəşəng simfoniyasını dinlədim. Göndərin gəlsin. Yetərlidir. Burada biraz echo verən yerdir. Cüzi qazdan səs-küyünü eşidirsiniz. Bunun partlamaları, bunun o özünə məxsus səsi. Sakit işləyəndə səsə bax. V8 orada deyir ki, mən buradayam. Nədir, nə deyil, nə lazım oldu həll eləyə bilərik. Danışa bilmirsən.
Amma bilirsən Sıxıb nədir saxlamısan. bu dəlixanadır. Head-up displeyimiz də var bizim. Çox qəşəng görünümdədir bu arada. Bu M-lərin özünə məxsus head-up'ı olur. M avtomobillər mükəmməldir. Başqa bir adı ola bilməz. Səsə bax arxada bir dənə. Deyirəm də bu hələ bir dənə pipe-la burada belə səsimiz var bizim. Gör biraz daha barmaq eləsə burada nələr almaq olar. Bir də Juicy Atstrel yazmaq olar. Biraz əlavə edirsən bir başqa kayf olur. Düzdür, mən F10-da Atstrel'i, popcornu bəyənən deyiləm, amma buna yaraşar. Bunda qəşəng görünəcək o. Bu dəqiqə interyer bölümündə sürücünün gördüklərindən danışsa və saxlama yerlərinə nəzər yetirsək, tam burada bir barda şokumuz var, həcmi hardasa bura qədər gəlir. Xeyli dərindir. Bir dənə AUX girişimiz burada və USB girişimiz də var. Adətən nəyə sadiq olaraq Ümidin qarşısında bir barda şok, belə normal həcmi var bunda. Qəşəng geniş plus içi də qəşəng yumşaq materialdandır. Karbon trimlərimizə nəzər yetirsək, arxada olduğu kimi burada da çox qəşəng səliqəli göz oxşuyur. Onun altında da black piano trim gedir, bir-birini tamamlayır. Hər yerdə də расширенная koja. Komplektasiyamız qəşəngdir bizim bu maşında. Hər yerdə dərimiz var. Bu kovş tipli oturacaqlarda bir başqadır. Burada üstdə də M yazımız var bizim. Sadəcə bunun rəngi, ümumi salonun interyerin rəngi qırmızı olsaydı bir başqa görünəcəkdi bunlar. Və ya ağ salon. Bilmirəm bunlarda ağ gəlibmi, amma gəlirsə rastıma çıxmayıb. Gəlirsə çox bomba görünər. Eləmək lazım bu arada, yoxdursa da. Bu DCT-lərdə gördüyümüz keçirici başlığımız var MDCT sürətlər qutusunda. Burada ZF8 HP75-dir. Bunun keçirmə qaydası. Gəldin, ayağımızı torumuza qoyduq, bu şəkil atıb tutmalısın. Yoxsa belə, narin, belə olmaz. Gərək bu belə gələ. Hələ bir də görürsən vurub taqqıldadırlar onu. Göstərirsən düzgün M sürənsən. Keçirici başlığının altında olan düymə nə desəz, bu bizim pillələrimizin keçirməsinin daha belə sərtləşdirilməsidir. Yəni daha sportik, daha ani və vurmalı keçirmələr eləyir. Hal-hazırda gəldiyi avtomobilimizdən bir 0-dan 10 km sürətlənmə eləyir. Zavod dinamikamız 4.2 saniyədir bizim. Sürətlər qutumuzu maksimuma gətirdik. M1 düyməsinə baxırıq, MDM modunu aktiv elədik. Ayağımızı tam torumuza bastıq, möhkəm dayanırıq, qazlayırıq. Oy. 10 kilometri keçdi. 12. Ama i5'te bir atlanmamıştım ben. Geldi. Downshift. Sürətlər qutusunun ki bu səsi var ha. Tap pillələri keçirəndə. Mükəmməl. 750 Nm torka sahibiyik biz bu avtomobildə. MDM modunda bizim hər bir şeyimiz Sport Plus rejimindədir. Bizim bu dəqiqə yanacaq sərfiyyatımız bu rejimdə davam eləsək ortalama 23.8 litrdir və avtomobil çox daha başqadır sport rejimdə. İstər atmaları olsun, istər yəni sürətlənmə təmiz başqadır. Komfortdan sonra tamamilə bir fərqli avtomobilə dönür bu. Avtomobildə 98 oktanlı benzindən istifadə olunur və yanacaq kənimiz bizim 85 litr həcmindədir. Biz bunu gətirək bu dəqiqə MDM-dən çıxardaq. Biraz daha indi komfort moda qayıtdıq biz. Sən işini görürsən. Gör hələ Stage 1-2-də bu nələr eləyər. F10-dan sonra, yəni bu F10-un böyük qardaşıdır da. F10 aldınsa qaraja, yan-yana bir dənə də bu dayanmalıdır. Amma sənə deyim, mən elektrikdə bu cili yeməmişdim. Mən deyim də sənə necə olsa. Elektrik avtomobillərdə bizim sürətlər qutumuz yoxdur. Bildiyin onlarda mühərrikdəndir və ya variatordur bir çoxunda da. Benzin mühərrikdə olan emosiya, dinamika heç vaxt şeydə olmayacaq. Elektrik mühərrikdə olmayacaq. Çünki burada o hiss edirsən, pillələrin keçməsidir, atmasıdır. Yəni, təmiz başqa söhbətdir. Bu videoda belə sona çatır deyə düşünürəm. Bu incələməmizi sizlərlə bu yerdə sonlandıraq. Ümidvaram incələmə xoşunuza gəldi. Gələcək buraxılışlarda görüşənədək. Sağ olun, salamat qalın.